1 yanvar səhərində salamlayıram sizi. Ağrılı, acılı, qanlı və şərəfli 1 yanvar səhəri. 26 il bundan öncə bacı və qardaşlarımız, ağsaqqallarımız, ağbirçəklərimiz, körpələrimiz bu günü dünya Azərbaycanlarının qəlbinə öz qanları ilə ömürlük həkk etdilər. Əliyalın, lakin cəsarətli oğul və qızlarımız vətənimizin azadlığı uğrunda küçələrə axışdılar. Onlar günahsız yerə qurban oldular. Bugün xalqımızın anteri, şəhidlər xiyabanına üz tutan hər bir şəxs onların cansız üzündə bir sualla rastlaşırlar. Axı biz neynəmişdik? Şəhidlər xiyabanı. Dilə gəlir məzarlar. Axı biz neynəmişdik? Dilə gəlir məzarları seyr edən solxun üzlər, nəzərlər. Axı biz neynəmişdik? Bu ittiham, bu sual şəhidlərin birləşən hər yasında səslənir. Fərizənin, ilhamın çırağı söndürülmüş komasında səslənir. Axı biz neynəmişdik? Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Axı biz neynəmişdik? Bu ittiham, bu sual məktəbli Larisa'nın qara lentə tutulmuş partasında səslənir. Axı biz neynəmişdik? Günahsız qurbanların baş daşında səslənir. Onların yetim qalan körpə balalarının dünyadan haqq istəyən göz yaşında səslənir. Axı biz neynəmişdik? Bu ittiham, bu sual bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Sərvəti talan olmuş, düz sözü yalan olmuş böyük bir məmləkətin göy gölündə səslənir, Şah dağında səslənir. Axı biz neynəmişdik? Bu ittiham, bu sual gəzdi bütün dünyanı. Qəzetlərə yazdılar, min bir yerə yozdular. Qaynaqdan bulandıran elə bulandırdı ki, suyumuz durulmadı, cavab verən olmadı. Axı biz neynəmişdik? Bu ittiham, bu sual qırın əmri verənin qulağında dinmədi. Bizə vaxtı bildirən o qocaman Kremlin zəngində səslənmədi. Boğdular bir millətin, axı biz neynəmişdik deyən o haqq səsini. Şəhidlərin qanı ilə yazdılar bir qatilə marşal vəsiqəsini. Biri əmr elədi, o biri qırdı. Qansızlar bu qanı, qansızlar buna haqq qanı batırdı. Silahsız adamlar günahsız yerə, yerdə ulduz kimi yanıb söndülər. Cəza istəyirdik biz qatillərə, amma ikisi də rütbələndilər. Batdı, batdı həqiqətin, batdı haqq səsi. Haqqı tapılmadı onlardan soran, qırana verdilər marşal rütbəsi, prezident taxtına çıxdı qırdıran.